Salam, hörmətli Dorsa izləyicilərimiz. Bu günləri ümumi olaraq dükanda olan məhsullarla sizi tanışdırmaq istəyirəm. Məsələn, arxamda olan tanınmış geometriya modeli. Bu modeli yəqin ki, hər bir yerdə görmüsünüz, amma bizdə demək olar ölkədə ən münasib qiymətə bizdə məhsulu sizə təklif edirik. Həyat evinə uyğun olan məhsullarımız da var. Məsələn, bu məhsul bizdə dükanımızda olan hal-hazırda ən münasib modelimizdir. Üzü dəmir, istehsal Rusiya. Qiyməti də burada qeyd edəcəm, altdan hardasa qeyd edəcəm. Bu da həmçinin üzü dəmir olan, həyat evinə uyğun olan məhsullarımız. 3 rezin 3 petlə ən münasib məhsullardan biridir ölkə daxili ümumiyyətlə. Qiyməti də burada olacaq. Burada isə gördüyünüz məhsullar Luxor zavoduna məxsus olan məhsullarımızdır. Zamoku Kale 12'lik və 13'lük olan qapılarımız. Bu gördüyünüz horizontal modeli, yəni bu məhsul da çox tanınmış bir məhsuldur. Qalınlığı 13'lük, yəni ölkə daxili ən qalın məhsullardan biridir. Zamoku Kale 3 rezin 3 petlə. Qapılarda dərin işləmələr, gördüyünüz kimi. 3 kilit sistemi. Paslanmayan parol. Təxmini ağırlığı 110 kilo. Həmçinin bu məhsullarda, bu məhsul 12'lik idi, bu 12'lik. Bu isə tanınmış bizə 2025'in trendi olan geometriya modelimiz. Həmçinin də bu məhsulumuz 2025'in trendi olan məhsullardan biridir. Country modeli. Çoxumuz yəqin ki, bu məhsulu görmüsünüz. Yəni, qalın məhsulda gördüyünüz kimi 3 rezin 3 petlə. 86 və 96 ölçüsü mövcuddur. Yəni, Novostroyka və köhnə binalar Leningrad proyektinə uyğundur. Burada gördüyünüz məhsullar isə hamısı Metalux zavoduna məxsusdur. Yəni, ölkə daxili ən keyfiyyətli məhsullardan biridir. Hamısının üzərində İtalyan kilit sistemi. Securme, Made in Italy. Ölkə daxili ən keyfiyyətli zamoklardan biridir. Səs keçirməsi Almaniyan Knauf brendi. Hamısının təxmini ağırlığı 140 kilo. Üzərində usta açarı verilir və balaca kitabça da verilir üzərində, hansı ki tam ətraflı qapı məlumatı ilə çəkisi, üzlənməsi, hər şey üzərində o kitabçada qeyd olunub. İçi və çərçivəsi də daş yönündə doldurulub. Gördüyünüz kimi dəmir qapılar, giriş qapıları çeşidləri bizdə çoxdur. Yəni özü dəmir olan, Leningrad proyektinə uyğun olan, Novostroyka uyğun olan hər bir məhsul bizdə var. İstədiyiniz bir giriş qapını bizdə əldə edə bilərsiniz. Həmçinin otaq qapılarımız da var. Yəni qısa bir məlumat verim otaq qapıları barəsində. Membran ümumiyyətlə heç bir məhsulumuzda istifadə olunmur otaq qapılarda. 25'lik MDF ilə doldurulub qapılar, yəni ümumiyyətlə boşluqlar yoxdur məhsullarda. Gördüyünüz ölkə daxili ümumiyyətlə qapıların 99%'ında hamısında burada boşluq olur. Bizdə isə burada 25'lik MDF olduğuna görə boşluqlar yoxdur ortasında. Həmçinin keçmə nayişnikdə istənilən rüsumkada verilmək olur. Yəni cırmaqlı nayişnikdir, sadə nayişnikdir, belə baget nayişnikdir. Yəni istədiyiniz otaq qapısını da bizdən əldə edə bilərsiniz. Dorsaz mağazası. Bildiyiniz kimi ev qapıdan başlayır.